10 dəqiqəyə verdiyim qərarla ilk evimi satdım. Həm işləyirdim, həm də evi təmir edirdim. Təmirsiz idi ev. Hərə kənardan bir fikir deyirdi. İnanın Allah, bir manat xeyri olmayan insanlar ancaq negativ fikirlər yürüdürdü ki, ay sən ev təmir eləməmisən, necə olacaq? Heç bir fikir məni qorxutmur. Çünki mənim özümün həvəsi vardı. Özü də qış ayları idi ev alanda. Soyuq, qarlı dönəm idi. Təmir vaxtı da qarlı vaxta düşdü. Səhərlər işə gedirdim, işdən çıxırdım, gəlirdim hər gün ustaların işinə nəzarət edirdim. Düzdür, elə yaxşı ustalar idi ki, heç gəlməyə ehtiyac yox idi, elə özləri öz qəşəng işlərini görürdülər. Nə yalan deyim, maddi dəstəyə ehtiyacım yox idi, amma mənəvi dəstəyə böyük ehtiyacım vardı. Az oldu, amma saz oldu. Əslində satmaq niyyətlə almamışdım. Almışdım ki, uzun illər yaşayacağam, amma anidən bir qərar verdim. Bir gün dedim ki, mən bu evi satacağam. Düşünürəm ki, insan bir şeydən yorulanda, bezəndə, orada onu heç kəs saxlaya bilmir. Burada bir sual doğurur ki, satmağa peşmansan yoxsa yox. Məncə bundan sonra yaşayacağım hadisələrdən sonra biləcəm. Belə artıq əşyalarımı topladım, gedirik. Növbəti vlogda görüşərik.